Mən keçən ildə bir spiker kimi o konferansda iştirak eləmişdim. Dünyanın ayrı-ayrı ölkələrindən gəlmiş ustadların özünə məxsus olan metodikaları ilə verdiyi töhfələrdən söhbətlər açılacaq və eyni zamanda insanların üzərində tətbiq olunacaqdır. Uzun ömürlük proqramının tibbi səviyyədə, tibbi bölümlə daha gözəl bir formada inkişaf etməsi artıq nə gözəl ki, Azərbaycanda da var. Bu qaydası üzrə hər il bir dəfə həyata keçirilir. Viva La Vida konferansı hər kəs tərəfindən çox bəyənilir. Bugün də mən Viva La Vida'nın spikeri olaraq əsasları Qarabağ xalq təbabətindən olan müalicə metodikalarını və eləcə də onların osteopatiya ilə birləşdirərək elmi bir müstəvidə öz töhfəmi, öz metodikamı təqdim edəcəm. Osteopatiya Qarabağ xalq təbabətinin elmi müəllifi kimi artıq dünyada mən təqdim etmişəm, tanıtmışam. Bugün isə burada iştirak eləmək, həmin formada öz təbabətimizi, Qarabağ təbabətini osteopatiya ilmi ilə birləşdirib nəticələri təqdim etməyimiz qürur vericidir və inanıram ki, bu bütün dünyaya böyük bir töhfə verəcəkdir.